Sizinlə bir yaxın qızının hekayəsini bölüşmək istəyirəm. Məndən xahiş etdi ki, blogda çəkim danışım. Qızın məsləhətə ehtiyacı var. Bu hekayə yalnız qadınlar üçündür. Yəni kişilərin məsləhətinə ehtiyacımız yoxdur. Yorumlarda. Hekayəni danışmaq istəyirəm. Görüm uşaqlar imkan versə, sona qədər çəkmək istəyirəm. Yəqin ki, 40-40 alınmaz. Demək, hekayə belədir. Çox yaxın bir tanıdığım, dəyər verdiyim xanımdır. Çox zəhmətkeş, ailəsinin qədrini bilən, vaxtı ikən, uşaqları üçün hər şey edən, hər bir çətinliyə dözən. Demək, bu qız 15 yaşında bir oğlana aşıq olurlar bir-birinə. Uzun bir müddət keçir. 18 yaşlarında ailə qururlar. Oğlanın olur 22, qızın 18 yaşı olur. Yavaş-yavaş danışım, hekayəni unutmayın. Anası, atası razılıq vermir bu 3 il müddətində hər iki tərəf. Amma bunlar yenə də sevgisinin gücünə mübarizə aparıblar. Sakit, sevgisinin gücünə mübarizə aparıblar. Hər ikisi mübarizə aparıblar və 3 ildən sonra nəhayət ki, ailə qurmağı bacarıblar. Bu ailədə çox söhbət yarandı, gediş-gəliş də yandı qız tərəfdən. Oğlan tərəf anası imkan vermirmiş ki, qız öz valideyni gilinə görüşsün, eləsin. Nəysə, 5 il müddətində bunların evlatları olmuyor. 5 il sonra Allah Taala bunlara bir dənə bir oğul verir. Oğlun 3 yaş olanda qızlar olur. Nəysə, bu qız bu neçə il müddətində çox əzablar çəkir, çox çətinliklər çəkir, yoldaşı döyür, söyür, gəzir, amma buna baxmayaraq sevgisi üçün hər şey dözür, sevgisi üçün hər şeyə qatlanır, göz yumur, səbr edir, amma o nöqtəyə gəlib çıxır ki, oğlan artıq aşkar bütün qohumların içində o qızı ailəsinə soxur, gəzdiyi qızı ailəsinə soxur. Və qız bunu artıq dözməyərək, qeyd etməyi unutdum, 3-cü evladı da olur, 3-cü də qız gəlir. Uşağı 7-8 aylıq olanda, 3-cü evladı olanda qız evladını da götürür, evladlarını da götürür, çıxır, yəni evi tərk edir, boşanır. Uzun bir müddət keçir, qız artıq öz ayağının üstündə dayanmaq bacarır, ev tutur, kərəyə tutur, çox çətinliklər görür, ailəsi yaxın durmur ki, sən vaxtında bizi eşitmədin, özün elədin, indi çətinliyə, özün düzgünə. Nəysə, neçə il keçir, bu müddətdə də yoldaşı həmin o qızla ailə qurur, o ailədən də evladı olmur. Allah Taala evlad vermir. 3 il keçir üstündən, bu ikinci ailəsindən də boşanır, həmin o qız bunu tərk edir. İkinci ailəsi dağılandan sonra oğlan səfil həyat sürür, içir, evə gec gəlir, yəni hər pis cəhətlər nələr var, onlara qoşulur. Və hər şeyini itirdikdən sonra qıza geri dönmək istəyir. Qız artıq evdə alıb, uşaqlarını da böyüdüb, yəni qızının institutuna girməyinə az qalıb, oğlu əskər gedib. Belə, indi qız məsləhət istəyir ki, neyniyim, evladlarım üçün, bunların gələcəkləri üçün, ailə quracaqlar, qızlar köçəcək, oğluma gəlin gələcək, gəlin olacam evimə. Yəni, neyniyim, yəni barışmaq olsunmu, olmasınmı, qız məsləhət istəyir. Mən öz məsləhətimi bildirdim, xəyanətkar belə bir çətin halda heç cür bağışlanmamalıdır mənim düşüncəmlə. Yəni, yenə də qərar onundur, onun həyatıdır, sizdən də məsləhət istəyir. Sizcə nə etməlidir? Yəni, uşaqlarına görə yenə də dönməlidirmi, yoxsa həyatına davam etməlidir? Məncə, mənim fikrimcə, qəti şəkildə geri dönməməlidir. Çünki ürək istəyən həyatı yaşayıb, gəzib dolaşıb, pulu ürək istəyən yerə xərcləyib. Bu artıq öz ayağının üstündə durub çətinliklə, heç kəsin dəstəyi olmadan, kömək olmadan hər şey edib, ev belə alıb, uşaqlarını oxudub, nə çətinliklə. Ona görə də gəlib hazırına çıxmaq məncə düzgün deyil.